Baxın, Peyğəmbərimizdən bu barədə də gözəl bir dua, Zəkəriyyə Peyğəmbərin duası ilə bərabər. Abbas kimdir? Peyğəmbərimizin əmisi. Bir gün dedi, ya Rasulallah, Allahdan mənə nəyi istəyim? Mənə öyrət. Peyğəmbərimiz dedi, Allahdan afiyət, salamatlıq istə. Bir neçə gün sonra onun yanına gəldi, yenə eyni şey dedi Peyğəmbərimizə. Ya Rasulallah, Allahdan nəyi istəyim? Mənə öyrət. Dedi, Allahdan afiyət dilə, salamatlıq dilə. 3 dəfə təkrar etdi. Sonra dedi ki, ey Abbas, eydi Allah Rasulunun əmisi, nə gözəl müraciət edir əmisi qarşısında. Dünya və axirətdə Allahdan afiyət istə. Çünki afiyət dinin, bədənin, ailənin və malın sağlamlığı və qorumasıdır. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem sonra bu duanı öyrətdi. Allahım, belə dinə ey Abbas, ey əmisinə. Əmisidir, deyir, ey Rasulullahın əmisi. Baxın, həmçə ki, əmisinə insan sevir və ən gözəl şeyi öyrədir. Allahım, dinimdə, dünyamda, ailəmdə və malımda səndən afiyət istəyirəm. Afiyət nə deməkdir? Salamatlıq deməkdir. Bu, Rasulullah sallallahu aleyhi ve sellem ən çox öyrətdiyi duadır.